Dostlar, hər vaxtınız xeyir olsun, gününüz xeyirli uğurlu olsun. Dostlar, demək nə istədim video çəkim sizin üçün. Görürsünüz, demək məndə akkumulyator 20 kuzada, yəni akkumulyator görürsünüz aşağıdır. Bu vəziyyətdə, məsələn, maşın görürsünüz indi hibriddədir. Mən bu vəziyyətdə maşını xoddasam, sürsəm, belə deyək də, maşın başlayacaq naqruzkada getməyə. Maşın zəifləyəcək, belə deyək də, sürəti aşağı olacaq, çox əziyyət çəkəcək. Görürsünüz, hal-hazırda 2 dənə batareykadır. İndi bunu oturub qazı basıb tərpənsəm yerindən sürətlə yersəm, birinci bu motora ziyandır, motor naqruzkada işləyəcək. İkinci, benzin çox işlədəcək. İndi siz də dayanmışsınız, istəyirsiniz ki, bu bir 3-4 dənə qalxsın ki, siz rahat şəkildə sürə biləcəksiniz, sürə biləsiniz də maşını. Sizə bunu qalxmaq lazımdır. Demək, bu batareykanı doldurmağı, dayandığı yerdə doldurmağı necə eləyirlər? Mən sizə indi baş salacağım. Demək, sol ayağınızı basırsınız tormuza, atırsınız D-yə. Gördünüz, motor keçdi D-yə. Ayağınızı tormuzda sax. Sonra həmin vaxtı elə saxlamısınız da. Eyni vaxtı da D-dədir maşın. Korobka D-dədir. Qazı basırsınız. Görürsünüz, qazı basırsınız. Bax, D-dədir. Sol ayağımdan tormuz basmışam. Sağ ayağımdan da qazı basmışam. Görürsünüz, maşın xodlanır. Sistem elə başa düşür ki, maşın gedir. Eyni zamanda da batareykanı doldurur. Yəni, bu da böyük bir vaxt çəkmir, çox qısa bir vaxt çəkir. 20 kuzada bu belə eləmək lazım. Çünki siz maşını belə sürəndə maşın naqruzkada gedir, yağ yeməyi çox olur, benzini 2 qat işlədir. Yəni, standart saxlayırsınız belə, yüngül qazı basırsınız, görürsünüz 4 dənə şkalı oldu. Siz bunu polunu doldura bilərsiniz. Görürsünüz, dayanmış, maşın dayanıb. Heç bir yerə hərəkət eləmirəm. Görürsünüz, batareyka doldu, dolandan sonra da onsuz da dolandan sonra hibriddə yenə keçməyəcək, elə motorda işləyəcək. Həmin vaxtı mən maşını tərpədirəm. Görürsünüz, standart həmin vaxtı başlayır maşın getməyə. Yəni bunu bir dənə və ya 2 dənə batareykada şkala qalanda çalışın maşını elə sürməyin. O sizə çox zülüm, əziyyət verəcək. Ondan əlavə motor naqruzkada işləməyə başlayanda benzində çox işləyir. Yağ yiyən motorlar da başlayır yağı çox yeməyə. Yəni siz belə eləyin. Məsələn, çox vaxtı şəhər içində, məhəllə içində, hardasa rayonda da adamlar vardı. Yavaş sürür, çağ tutur ya pis olan yerlərdə yavaş sürürsünüz, batareyka düşür aşağı. Sonra motor xodlananda ona maşın əziyyət olur. Çünki niyə görə? Həmin vaxtı həm batareykanı şarj eləyir, zaryadka eləyir, həm də maşını aparır. Maşında da adam olanda vəbşə o zülüm çəkir. Ona görə çalışın dostlar, dediyim üslubda eləyin, dediyim cür eləyin, maşını dayandırın yerdə, sol ayağınızla tormuzu basın, atın D-yə. Sol ayağı bırakmadan üstə sağa basın. Elə bir qazdan tormuzun ikisini bir yerdə basırsınız, amma D-də salırsınız. Həmin vaxtı başlayır maşın zaryadka yığmağa, batareykaya zaryadka verməyə. Bugünlük dostlar bu qədər. Kanalıma abunə olun, mənə dəstək olun. Hər bir dostdan, qardaşdan dəstəyə ehtiyacım var. Sağ olun, salamat qalın.